Salam, sabahınız xeyir. Saat 4-dən durmuşam. Artıq 5-in yarısıdır. Belə. Deyəsiz ki, söyle niyə belə tez durmuşsan? Saat 4-ə qalmışdı, 10 dəqiqə ayıldım. Dizimin ağrısı ilə ayılmışam. Sonra gördüm ki, yuxum gəlmir. Dedim, daha niyə yatırsan? Saat 6-ya budilnik qoymuşam. Dedim, daha durmuşsansa dur ayağa. İşlərimi gör. Ona görə də belə tez ayılmışam. Çaynikı qoymuşam üstünə, dolu qoydum. Yumuşdum axşam çaynikı. Qaynasın, çay zat dəmliyim. Soğanı burada qoydum, qovrulmağa. Burada ət qaynayır. Sonra bacınız da kofesini götürdü, gedir. Saat elə neçədir? 5-ə qalıb 5 dəqiqə, 7 dəqiqə. Neysə, gedim öz otağıma. Piyan kimiyəm. Akşam rampli sos eləməmişəm, qoydum. Bırak bu niyə torlanır ki? İndi öz pastelimi dəyişəcəm. Yanında da səs çıxır. Gəl. İşte ki, mən oturmuşam. Getdi Seyidxanın yanına. Seyidxan yatmır. Seyidxan gecə səhərə qədər nə yatmır, nə də bizi qoymur yatmağa. O telefonunun səsindən mənim beynim pozulub, inanırsınız. Gətirin mən pastelimi dəyişim. Gətirin pastelimi dəyişim. Ən salamatı, başımı salım aşağı işimi görüm, alsın bunu taxım. Dizin çoxulu, dizin içindədir. Aspiratoru qoşmuşam. Zavaltın başı getdi. Çox gördü səsi. Yeni. Qızlar, sizə də pastel əgər ki, prostünü, yastığı üstü üzülübsə, bu hamıda belədir. Tək bizdə belə deyil. Bu hamıda belədir. Baxın, bu pastel, bu əlimdəki, Seyidxan bunu Rusiyadan gətirmişdi. Düz, bugün bu arada toyumuzun 21 ili idi, fevralın 5-idir. Hə. Düz 20 ilin pastelidir bu. Bunun prostünü üzülmüşdü, yastığı üstü üzülmüşdü. Mən bunu çolu təp-təzə idi. Əgər sizdə də belə olubsa, qətiyyən çolu atmayın. Özdə çox gözəl pasteldir ha, super belə materialı, yəni hamıda olan pasteldir, görkəmi çox gözəl. İndi bilmirəm, kamerada nətər görünür. Belə naxışlar da çox qəşəngdir. Nəysə, mən bunu buna uyğunlaşdırıb tikdirmişəm. Arasında çünki bardov rəngdə gülləri var. Sadə istəyirdim, amma sadə olmadı. Mən belə 2, haradasa 3 dəst pastelimi belə geri dönüşüm eləmişəm. Yəni siz də eləyə bilərsiniz. Üzüldü deyə tullamayın. Bir tərəfdən kofemi içirəm, bir tərəfdən pastelimi dəyişirəm. Solbazınıza kolay gəlsin. Daha doğrusu dəyişmişəm, indi yatağımı yığacam. Fikirləşirəm, bilmirəm, Aylinin kalyaskasını gətirəcəklər, gətirməyəcəklər. Deyirəm, nətər uşağa yer düzəldim, nətər eləyim, harada düzəldim, ona fikirləşirəm. Bəlkə də kalyaskasını gətirəcəklər. Kalyaskanı gətirsələr əla olar, rahat olar uşağın da yatmağı. Aşqaram hazırdır, biraz gözləyəcəm, yağa düşsün. Sonra ətin bulyonundan tökmüşəm üstünə. Burada da plovumuzu qoymuşam dəmlənməyə. Qəşəng dəmlənsin. Ona görə Ataşın sinifindən yazdılar ki, bəzi uşaqlar gələ bilmir, uzaqda olanlar. Əhmədli deyəndə buralara aiddir, qar. Bizə aiddir. Ancaq məni üçün yağır qar. Görsünüz, buralar qutqurur, hər tərəf. Astanovkaya çatana qədər 15 dəqiqə keçdi, inanırsınız. Ayağım sürüşə. Deyəsən bugün günəş çıxıb burada, əriyib. Gördünüz səhər gedəndə. Əhmədli
İkisi də Əhmədlidir də. Yəni burada metroda. Buradan nədir? Mən 15 dəqiqə, 20 dəqiqə metroya düşürəm. Burada görürsünüz hələ qıraqlarda qar var. Orada heç nə yox idi. Təmiz idi. Bura hündür olduğuna görə mənim alnıma yazılıb dağın başında yaşamaq. Belə. Bu gün qızlar ölmüşəm dizimin ağrısından. Elə belə yox ha. Səhər də sizə dedim. Gecə dizimin ağrısına oyanmışam. Yavaş yavaş lap çoxaldı. İndi bilirsiniz necə topallaya gəlsəm. Girdim aptekdən, dedim dərdimi dedim ki, nətər ağrır. Mənə mazi verdi. İnşallah vurum, deyir səhər axşam vur. Görüm əgər xeyri olsa sizinlə də bölüşüb paylaşaram. Düzdür yazmışdı izləyicilərim mənə. Onları da şəklini çəkib götürmüşdüm. Mənim aptekdəki dedi ki, ən yaxşı budur. Ucuz idi, özdə baha deyil idi. Belə gedə görək. Aylin xanım neynir? Bugün mən işdən 1 saat tez gəlmişəm. İndi 8-ə qalıb 20 dəqiqə. Həmişə 9-a 20 dəqiqə qalmış çatıram. Sağ olsunlar, Allah razı olsun. Dedi ki, Aylin xanım gəlib get nənəsi. Nənəsi də qaça-qaça gəldi. Gedə görəm mənim şəkərparəm neynir. Nənə sənə qurban olsun az. Az nənə sənə qurban olsun az. Səhər Seyidxana gülür, mənə gülmür. Ümumiyyətlə, axır vaxtlar mən o gün gedəndə də mənə gülmürdü. Dedim, ya bu məndən küsüb, ya da bu məni istəməyəcək, sevməyəcək. İkisindən biri. Bugün də Seyidxana gülür, mənə gülmür. Axırı ki güldü. Elə bil ki, heç 2 dəqiqə görmədim də. Axırda mən çıxanda gülməyə başladı mənim qızım. Oz nə neysenin üləyi? Aycan. Kömür. Az üzüyü cırma. Üzüyü cırma. Az üzüyü niyə cırırsan? Aylin. Ay nenesinin fıstıkı. Ay nenesinin mıstıkı. He kızım. Bebe de kömür. Han Aylin? Aylin han Aylin? Han Aylin? Han Aylin? Ben danıştıran değil. Aylin diyeceğim bu da gülür. Ay sen neye gülmüştün? Ay sen neye gülmüştün? He. Benim karanguş balam. Neye gülmüştün? He. Bu kimin ayaklarıdır. Bu kimin ayaklarıdır. Kimin ayaklarıdır. Aylin'in de. He? Aylin'in ayaklarıdır. Tontişimin ayaklarıdır. He. Çok hayasız kız. Sen hayasız kız. He. Nerede? He. Nerede boşuna dönüyor? Can. Kirbit çöpü bamaklar. Aycan. He. Nerede? Fıstıkım. Az nerede? He. Belə qəşəng noxudlu zaddı. Qiymət çıxartmışdım. Dedim həm sup olsun, həm çiftə fason bir şey olsun. Biraz da düy attım içinə. Qəşəng isti yesinlər. Yağış yağır. Üstünüzə sağlıq. Ölürəm ayağımın ağrısına. Ayağım İndi baxırıq ki, mənim dizimdən damar çıxır. Gömgöy damar çıxıb. Ona görə bu ağrı beləymiş. 3 kiloluk balona gəldim ki, buraları gərək bir qəşəng töküb təmizləyək.
Artıq çalacağım. İkisini versem bəsdir. Ya Allah. Gedək. Yağışda arasında da sulu qar yağır. Salam qızlar, sabahınız xeyir. Deyirəm ki, Solmaz, bu videonu haçan başlatmışam, heç özüm də bilmirəm. Deyirəm daha bir zəhmət bunu bitir. Bitir. Deyəsiniz ki, Aylin gəlib, başım qarışıb. Düzdür, Aylin xanım gəlib, başım qarışıb. Amma Aylini doyunca görə bilmirəm. Niyə? Mən gəlirəm onun yatan saatına düşür. Ya da ki, ağlayan saatına düşür. Belə. Ağladsa gözdə heç nəyi görmür. Belə xoddandısa xoddanır. Ona görə də qızımı Nazimi doyunca görə bilmirəm. Allah istəyən hər kəsə xeyirli, evlad, nəvə, nəticə, kötücə qismət eləsin. Amin Allah. Hamilə olanlar sağ salamət körpələrinizi alın qucağınıza. Olmayanlara Allah xeyrisi ilə versin, qismət eləsin. Amin ya Rəbbim, amin. Belə qızlar, dırnaqlarımı təmizləyirəm. Evdən çıxmağıma yarım saat var. Bu videoda bəlkə 5500 dəfə demişəm ki, dizim ağrıyır. Elə belə diz ağrısı deyir. Kələmi qoydum, elə ki, dizimin dərdi dəbərdi. Sonra duzla, elə deyəsən bu videonun içində eləmişəm. Duzla vazilin elədim, lap dərdi dəbərdi. İnanın, yəni elə belə dərd dəbərmək olmadı da. Təsəvvür edin, metrodan çıxdım, gözümdən bax belə yaş axır dünən. Birinci üzümdəki, üz-üzə belə xalqlarda çıxanda aptek var. Ora girdim, dedim, xahiş edirəm. Mənə təcili bir dənə ağrı kəsici verin. Təsəvvür edin, xalqlar metrosunun çıxmağı, yəni oranı tanıyanlar bilir də. Bir, nə bilim, 10 dənə pləkan olsun. O pləkanı gördüm ki, qalxa bilməyəcəm də. O dərəcədə şiddətli belə ağrım var idi. Verdi sağ olsun. 3 dənə ağrı kəsici aldım. Bir dənəsini sıraz orada su aldım, içdim. İkisini gətirdim. Birini görün necə ağrıydı ki, heç onu gözləmədim. Heç ki, təsir eləyə, kəsə, kəsməyə. Sıraz da dalıca evə gələn kimi. Kuxunya belə gedə bilmirəm. Təsəvvür edin. Dedim, Ataş, tez ol, mənə su gətir. Bunu da içim. Onu da içdim. Mən dizimin üst qapağında əvvəl elə bir şey yox idi. Ya bu damar çıxır, ya da bilmirəm, damar çıxırsa bu ağrı niyə gəzir? Əvvəl bir toçqada idi. İndi bu ki, kələmi zada elədim, vazilini elədim. Elə bil yavaş-yavaş bir damcı aşağı düşür o ağrı. Mən əvvəl elə bilirdim, qığırdağdadır o ağrı. Amma indi baxıram ki, elə bir sümükdədir. Bir qəribə ağrıda. Allah heç kimə yaşatmasın. Nə deyirdimsə unuttum. Seyidxan gəldi. Nə deyirdim? İndi montaj eləyəndə öz-özümə deyəcəm ki, bunu deyirmişəm. Dizimin üstündən, daha harada qalmışsa qalmışdı bilməm, dizimin üstündən belə, elə bil ki, damar çıxanda nətər belə şiş olur. Bax, elə bir şey var. Mənim ayağımda damar çoxdur. Xırda kapilyarlar çox belə partlayır, göyərir. İri damarlar da var, amma belə əyri-əyri, dalğalı damar ilk dəfədir görürəm. Var ayağımın üst tərəfində, yəni diz tərəfimdə yox idi. Nəysə, belə bilmirəm, onun ağrısıdır, nədir? Bu 1-2 gündə bu ağrı kəsicini içəcəm. Bunu orada aptekdə dedilər, bunu almışam. Bunu vururam, deyib gündə 2 dəfə səhər axşam. Mən bəlkə 15 dəfə vururam. Heç bir xeyrini görmürəm. Bəlkə də daha şiddətli ağrıyardı, bu qarşısını alır. Onu da yalan deyərəm, bilmirəm. Nəysə, belə qızlar. İnşallah ki, elə onunla da keçər o ağrı kəsici ilə keçər gedər. Gecə saat 3 idi, təzləndən tutdu. Elə hiss elədim ki, ağrı kəsicinin təsiri gedir, ona görə başladı ağrımağa. İndi elə deyim ki, dözülməz ağrıyır. Yox, elə döyür. Yəni, dözürəm. Amma ağrı var. Özdə çox var. Belə. Neçə gündür sırqa zat taxmıram mən. Özümü qəribə hiss edirəm. Mən nə də taxmasam, sırqa xəstəsiyəm. Əvvəl mən görsəydi, öz deyərdi, sən nə kokoşsan. Başıma da olsa bir dənə işıltı, pırıltı zakolka vururdum. Çox sevirdim. Amma zamanla o da getdi.
Belə. O gün dedim özümə təzə sırqalar istəyirəm, nə bilim nə istəyirəm. Amma getdim olmadı, elə də bu hansını taxdım. Elə də getdim, daha almadım. Bunun yanına taxacam. Belə 5 dənəsi bir yerdə olan istəyirəm. Var idi 5'i bir yerdə olan. Amma belə mənim istədiyim kimi də öyrətdə. Mən belə istəyirəm, belə bilmirəm. İncə olsun, amma gözəl olsun. İncə və şık. Bu sırqalarım da yəni normal idi. Amma Nərgiz xanım sağ olsun, hərəsini bir tərəfdə itirdi. Belə işlər. Buna ağrı kəssin eşqinə bir xeyli evdə iş görmüşəm axşam. Öncə ağrı kəsdi deyə hiss elədim ki, bacım gilə gedəcəkdim, gedə bilmədim. Səs göndərdim ki, gələ bilmirəm. O dərəcədə ağrıyırdı ayağım. Bu gün bəlkə getdim işdən çıxandan sonra. Axşam görüm, özümü yaxşı hiss eləsəm, gedəcəm. Bayırda da yağış yağır, dünən axşamdan yağır. Seyidxan da sənət sünədin arxasıca gedir, gəlir. Bura səfirliyə aparır sənətlərin. İnşallah ki, düzələr. Həm Qazaxıstan pasportun vaxtı qutarır, həm bura Azərbaycandakı. Azərbaycana verdi, yenə kəsildi imtahandan, keçmədi. Verə bilmir. Bu kişi bu imtihanı verə bilmir. Tək bizdə də öyrəymiş bu problem. Mən gördüm də, məsələn, qız o var, Zamira, Qazaxıstana köçdü. Bax, o qız danışdı. Deyir ki, illərlə yəni ki, vətəndaş ola bilmədim də Azərbaycanda. Axırı ki, köçdü getdi Qazaxıstana. Yoldaşı da buralıdır. Bir izləyici də mənə yazmışdı ki, Soli, siz niyə köçmürsünüz ki? Mən köçərdiyim. Mən çox istəyirdim köçmək. Anjela gəlin köçənə qədər. İstəyirdim, həqiqətən istəyirdim. Deyirdim ki, köçə gedək, Qazaxıstanda yaşayaq. Amma Seyidxan köçmədi vaxtında. İndi heç cür mən gedə bilmərəm. Anjelanı yanı qoyub gedə bilmərəm. Balalarım harada, mən də orada. Sırqamız da belə. Böyle işler. İnşallah sabah ev günümdə. Sabah bəlkə aileniz üçün boyunca çəkərəm. İnşallah sağlıq olsun. Onun o şey vaxtını tutaram. Hələ balacadır da, bilirsin nətərdir. Ya yatıb, ya da oyaqdırsa ağlayır. Belə rahat uşaq deyir. Nətər rahat uşaq deyir. Çox şükür, min şükür elə. Nətər deyim. Belə əgər oyaqdırsa, belə gücənir, qıvrılır. Belə qucağında sakit tutasan, dayana. Niyə? Yox. Nərgiz sər-sər deyir ki, Ayana, mən bu gün ailəni görmədim. Dünən üçün deyirdi. Deyirəm, mən də görmədim. Belə. Duraq qızlar. Yavaş-yavaş hazırlaşaq, evdən çıxaq. Bir havalar biraz istiləsiydi. Bu qalın kurtqadan zaddan çıxardıq. Canımız dincələrdi. Saçımı da yumuşam. Buralarında bir damcı nəmliyi qalıb. Demək olar ki, quruyub. Görsünüz, buralarım belə hamarlayıram deyə. Əlimi tez-tez belə eləyirəm. Buralar olub şupşumal, amma ucunda belə şişkinliyi var. Saçımı elə belə açıq qoyub gedəcəm. Nə deyəcəkdim? İndi saçım beynimə yerləşib ki, hələlik belə gəzim, yaz başı kare kəstirəcəm. Çünki belə nazik idi da. Baxarım. Gözümün də altına, baxın burada görürsünüz. Ya ləkə düşüb, ya da elə bu ləkə əvvəldən bu qədər dörüydü amma. Şiş olur demişəm. Amma bu sırf görürəm ki, ləkədir.
Nəysə, çox danışdım. Duraq gedək. Durum hazırlaşım çıxaq. Allah heç birimizə can ağrısı göstərməsin. Həqiqətən insanın harası ağrıyırsa canı oradadır. Bir-iki gündə bu mazdan istifadə edeyim. Əgər görsəm ki, yox, yəni irəliləyiş yoxdur, mütləq həkimə gedəcəm. Belə olmaz. Küləkdən elə soyuq külək deyil. Yaxşıdır. Belə işlər. Heç birimizin canı ağrımasın, heç birimizin canı yanmasın. İstinizə sağlıq. Mən bilirəm ki, 2 ayda nə çəkirəm? 2 ayda, yəni bu dərəcədə dörüyüb də. Yüngül ağrıyır. Amma son bir həftədir belə şiddətli ha, elə belə ağrı yox. Bugün şükür yaxşıyam. Yəni yol yeriyirəm, video çəkə bilirəmsə yaxşıyam. Nəysə qızlar, hamınızı öpürəm, özünüzə yaxşı baxın. Allah'a əmanət olun. İnşallah qismət olarsa sabah görüşürüz.